Hər kəsə salam. HSK-dən ballar necə hesablanır, hansı meyarlarla ölçülür? Bu gün sizə onlardan danışacağıq. Test etdikdən sonra öz balınızı hesablaya bilərsiniz. HSK-də bal biz hesablayırıq. 100 bal üzərindən hər hissəyə 100 bal verilir. Yəni danışığa, yəni koyud ayrıca dinləməyə, tinliyə, yazmaya hamısına ayrıca şəkildə. Məsələn, mən HSK 2 imtahanına girirəm. Orada 2 dənə hissədir, düzdürmü? Yəni tinli və yuedu, yəni dinləmə və oxuma. Hərəsində də səhv etmirəmsə 30, birində 30, birində 35 sualdır. Biz burada balımızı necə hesablayacağıq? 100 bal üzərindən. Yəni mən 100-ü bölürəm sual sayına. Birinci testi yazıram əlbəttə ki, yoxlayıram cavablarından. Yoxdursa mənim HSK marafon qrupum var. Yazıb qoşula bilərsiniz. Testlər orada var. Yoxladıq cavablarından bir yerdə. İndi səhvlərimizi biz görürük. Məsələn, görürəm ki, 30 dənə dinləmədən mən 6 dənəsini səhv eləmişəm. Mən deməli götürürəm 100-ü, bölürəm 30-a. Təxminən 3 çıxır da, 3 onda 1 filan kimi çıxır cavab. Düzdürmü? Deməli, bir sualım 3 onda 1 baldır. Mən ya doğru cavabları 3 onda 1-ə vururam, ya da səhv cavabları 3 onda 1-ə vururam və onu 100-dən çıxıram. Mən altını vururam 3 onda 1-ə, təxmini çıxır 19, düzdürmü? Mən də onu çıxıram 100-dən, yəni mənim dinləməm 81 bal gəlir. Eyni qaydanı bütün HSK səviyyələrində aparırıq. Məsələn, 3-də, 4-də, artıq 3-də orada yazı gəlir. Orada 10 cümlə qoyulur və 100 bal verir. Deməli, bir sualım nədir? 10 baldır. Mən bir sual səhv yazıramsa nə olur? Mənim 10 balım gedir. HSK 4-də orada cümlə ardıcıllığı 20 bal verir. Mətnlər isə bizim, daha doğrusu o 5-dədir. 4-də cümlələrdir. Deməli, bizdə verir cümlə ardıcılığı 50 bal, cümlə qurmadakı 50 bal, 50-50. Deməli, yuxarıda 10 dənə cümləyə düşür 50 bal. Deməli, bir cümlə ardıcılığı 1 sual 5 bal verir. Digər aşağıda isə cümlə qurmaq 5 dənədir, 50 bal, hər biri 10 baldır. Yəni, biz bu qanun uyğunluqları başa düşəriksə əgər, testi daha rahat yazarıq. HSK 5-də isə necədir? 5-də yenə eyni qaydadan bölürük sayına. 5-də isə essaydir. Düzdürmü? Biz o essayini orada deməli biz bir dənə şəkillə yazırıq, bir dənə də şeylə yazırıq da, nədir onda sual verilir. Hərəsinə verilir 50 bal, onun üzərindən hesablayırıq. Yəni bilin ki, neçədən sualdırsa, onun sayına bölürük biz. Demək, bəs KOI imtahanında necə hesablayırıq? Conji'də KOI imtahanında deməli bizdən cümlə ardıcıllığı 20 bal verir o. Dedik cümlə təkrarlamaqdır. 10 dənə cümlə verir, biz onları təkrarlayırıq. Hər bir sual 2-dir, 2 baldır. Sonra mətnlər gəlir. 4 dənə mətindir. Yəni 2 dənəsi şəkilə əsasən danışmaqdır. 2 dənəsi isə sual verir, cavab verir. Bunların hərəsi 25 bal, 20 bal verir. Çünki 80 bal qalır, böləndə 4-də 20 bal verir bunların hərəsi. HSKK Gauti'də isə ilk 3 dənə sual təkrar edirik. 20 baldır, artı biri 7 baldır. Sonra oxumadır, üzdən oxuma mətni, bu da 20 baldır. Sonra isə gəlir 2 dənə sual danışmaq, bunlar isə 30-30 baldır. Beləliklə, mən istəyirəm bu məlumatı verim ki, tələbələr özləri hesablaya bilsinlər balı. Öz tələbələrim də məndən soruşanda bu videonu yönləndirmək istəyirəm. Çünki tələbələrə bir müəllim olaraq Çinlərin bir sözü var da, yəni balıq tutmağı öyrətmək. Biri var balıq vermək, biri var balıq tutmağı öyrətmək. Ümid edirəm ki, bir müəllim olaraq mən bunu bacarıram. Bütün tələbələrimə və yaxud da izləyicilərimə bu baxımdan dəstək ola bildimsə, çox şadam. Yenə də əgər bir çətinlik olarsa, video aydın olmazsa, mən əlaqə saxlaya bilərsiniz. Mən sizə bir daha izah edərəm. Ümid edirəm bu video sizə faydalı oldu. Növbəti videolarda görüşərik.